Azərbaycanın ən yaşlı sakinlərindən biri Xaçmazda yaşayır. Rayonun Nağoba kəndinin sakini Qızpəri Əmrahovanın 114 yaşı var. Qızpəri nənə əslən Dağıstanlıdır. Nağoba kəndinə uşaq vaxtı gəlib. Həddi buluğa çatanda isə özündən 1 yaş böyük Əmrah Əmrahovla ailə həyatı qurub. Onların 3 oğlan, 3 qız olmaqla ümumilikdə 6 övladı dünyaya gəlib. Əmrah baba 2002-ci ildə 91 yaşında dünyasını dəyişib. Qızpəri Əmrahova kənddə zəhmətkeşliyi ilə tanınıb. Hamının xeyir şərinə yarayan xanımlardan olub. Sovet dönəmində qabaqçıl kolxozçu kimi medalla təltif edilib. Onun bişirdiyi dadlı lavaş çörək kəndin toy məclislərinin bəzəyi olub. Qızpəri nənənin qızı Xurma Məmmədova deyir ki, anam son illərədək özünü gümrah hiss edirdi. Həyat bacıya çıxırdı, toyuq cüzə saxlayırdı. Bu qardaşım üçün ev tikəndə o vaxtı, o yaşda özü məsələn ustanın qulluğunda gəzirdi. Hər şeyi özü eləyirdi. Biz yaxında idik, uzaq idik. Özü gəlirdi, gedirdi. Bu evdən atam evi biraz aralı idi. Özü tək gəlirdi, gedirdi bura. Özü hər şeyi həll edirdi. O qədər dirbaş idi, bacarıqlı idi. Son illərdə biraz zəifləyib. Yeməyi də hindi də maşallah, yeməyi yaxşıdır. Hər şeydən çəkinmirdi, belə yeyimcildir. Ailə üzvləri Qızpəri Əmrahovanın uzun ömürlü olmasını kənd həyatı, həmişə fiziki işlə məşğul olması və təbii qidalanması ilə əlaqələndirirlər. Cavan vaxtında sahədə olur, bir də ki evdə. Bizi o çox işlətmir. Özü işləyirdi ki, bizi işlətmirdi. Bizi çox ərkibən saxlayırdı. Malqara saxlayırdı, sahəyə gedirdi, evdə işləyirdi. Toylarda olanda hər şey çörək pişirirdi. 16 nəvəsi var. Onun 4'ü Rusiyada olur. 27 nəticəsi var. Bakıda oxuyurlar, institutda oxuyan var. Əskərlikdə olan var nəticələrdən. Nəvələrdən biri voyenidir. Bakıda voyenidir, işləyir, hərbiçidir. Səhər saat 8-də duran vaxtı var, 9-da duran vaxtı var. Durur birinci çıxır bayıra, üzünü əlində duyub, gəlb oturur. Getirir çayını qoyuram, süt qoyuram, çörək də qoyuram. Yiyir. Saat 11'də çay istəyir. Seyran çay getir, çayını da qoyuram. Günortada toyuq supu eləyirəm, küftə eləyirəm. Günorta xörəgini də yeyir. Axşam saat 5'də yenə də çayını verirəm, xörəgini verirəm. Saat 6 olan kimi yatır. Yatır, yaxşı gündüz yatır, gecə də yatır. Narahat da gör. Hazırda Xaçmazda yaş 100'ü keçən cəmi 2 sakin yaşayır. Onların hər ikisi qadındır.